Azərbaycan kanalları paylaşıb ki, Vladimir Putinlə Rusiya prezidenti Putinlə İlham Əliyev görüşübdür. Dünyada Qazaxıstan prezidentindən sonra ikinci adamdır, ölkə rəhbəridir ki, İlham Əliyev Putinə hərbi əməliyyatları dayandır deyibdir. Yəni, Ukraynanın haqq savaşıdır, ay Putin hərbi əməliyyatları dayandır. Amma Rusiya medyası yaydı, mən indi o medianı göstərmək istəyirdim sizə, sadəcə olaraq danışdığım telefondadır deyə göstərə bilmirəm. Rusiya mətbuatı tamamilə Putinlə İlham Əliyevin danışığını açıqladı. Putinə İlham Əliyev deyib ki, tam əksini, deyib ki, Putin istər Körfəzdə, istər Ərəb ölkələrində, Orta Doğuda, eyni zamanda Krım məsələsində, Ukrayna məsələsində Putin tam haqlıdır. Putinin Ukraynaya qarşı haqlı savaşını İlham Əliyev dəstəkləyibdir. Hətta Rusiyanın bu yanacaq problemini İlham Əliyev Qazaxıstanla bir yerdə bu yanacağı Rusiyanın yanacaqdan təmin eləyəcək. Birisi neft emalı zavodları vurulub, emal olunmuş yanacağı daşıyır qatarlar, təmin eləyəcək. Rusiyada yanacaq problemi olmayacaq və Ukrayna müharibəsində Putini İlham Əliyev dəstəkləyir. Və Rusiya həqiqi yayır, paragraflarla yayır, həqiqi Putinlə İlham Əliyevin danışığını ortaya qoyur. Amma Azərbaycan mediaları yalanla yayır ki, İlham Əliyev Putinə yerini göstərdi. Qazaxıstan prezidentindən sonra ikinci adamdır ki, sülh danışığına getməyi təklif eləyir, məcbur eləyir Putini. Bax.